bir neçə gün ərzində müharibə ehtimalına start verir, hazırlaşır. İddia olunur ki, hücumun miqyası 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələrdən xeyli böyük olacaq. Maraqlıdır. Dediyimiz kimi danışıqlar həyata keçirildi və bu danışıqların ardınca isə yenidən hücum ehtimalları gündəmə gəldi. J.D. Vance'in açıqlaması burada diqqət çəkir. Eyni zamanda Axios nəşrinin məlumatları, yəni Ağ Ev rəsmilərinə istinadən verilir. Təbii ki, çox sual var. Hazırda bir tərəfdən etiraz aksiyaları da yenidən baş qaldırmaq üzrədir. Eyni anda mı düyməyə basılacaq? Bir tərəfdən İran da sakit dayanmır. Rusiya ilə birgə təlimlər keçirilir. Çinin də qoşulma ehtimalı var, ancaq rəsmi olaraq bir məlumat deyil. Belə olduğu təqdirdə günlərdə, aylarda silah daşınılır yaxın şərqə. Gözlənilir hücum baş verə bilərmi? Yoxsa tərəflər bağlı qapılar arxasında iqtisadi məsələlərdə razılığa gəlib, bu ictimaiyyətə təqdim olunmur. Sadəcə olaraq danışıqlı bir döyüş mü həyata keçiriləcək? Yoxsa Axios nəşrinin yaydığı açıqlama ilə davam etsək, geniş miqyaslı müharibəyə hazırlaşılır deyilir. Bu baş tutacağı təqdirdə bölgəni nə gözləyir? Öyrənməyə çalışacağıq. Araşdırmacı jurnalist Məsud Haray bizə canlı bağlantıda gözləyir. Məsud bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Mən də sizi və dəyərli izləyicilərimizi buradan salamlayıram. Xoş gördük. Təşəkkür edirəm, xoş gördük. Məsud bəy, danışıqların ardınca ilkin müsbət siqnal Abbas Araqçıdan gəldi. Ortaq bir məxrəcə gələ bildi. Hətta bunun ardınca 2 həftə vaxt verildi ki, layihə hazırlansın deyə. Amma daha sonra həm Birləşmiş Ştatlara yaxın olan media orqanları İsrail mənbələrinə istinadən məlumat paylaşırlar ki, Birləşmiş Ştatlar hücum ehtimalını hazırda gözdən keçirir. 90% belə bir ehtimal reallaşacaq. Daşımalar həyata keçirilir. Digər tərəfdən hazırda yenidən Tehran küçələrində deməyək, İran küçələrində etiraz aksiyaları başlanılır. Eyni anda mı düyməyə basılır, yoxsa necə? Baxın, eyni halda deyil. İrandakı indi ayaqlanmaların birbaşa ilk ölənlərin qırıqına rast gəlirik. Yəni bunu diqqət almamız lazımdır. Hətta Pəhləvinin dönəmində... Çox üzr istəyirəm Məsud bəy, buna aydınlıq gətirim nə üçün deyirəm. Yəni bu gözlənilirdi 40 mərasimdə insanların küçəyə çıxması. Birləşmiş Ştatlar da bunu gözləyirdi mi? Bu ana bu andan üstə düşsün. Gözləməsində deyil, Amerikanın anlaşması, masaya oturmasları başqa bir şeydir. Bəli, bu bir gerçəkdir. Bəlkə də Amerika bu indələn İrana saldırısını eyni zamana salıbdır. Yəni bu ayaqlanmalarla birlikdə salıbdır. Bu başqa. Amma bu ki, 40-cı günü, yəni demək olar İranda hətta İslami şeydə də ərbəin deyilir. Yəni ölülərin 40-cı gününü mərasim tutmaq bir gələnək vardı İranda. Hətta elə Pəhləvini ayaqdan düşürmək üçün qumdakı ölənlərin 40-ını Təbrizdə zamanında tutdular. Yəni Təbrizdə 40 tutmaq üçün hərəkətə geçdilər və o zaman Pəhləvinin əsasən elə aradan qaldırmağını bir il çəkmədi, aradan qaldırdı. Çünki fərqli Təbrizdə də ölənlərin 40-ını məsələn Məşəddə tutdular, Tehranda tutdular və bu Pəhləvinin ilə aradan qaldırmasına səbəbiyyət verdi. Onun üçün burada ölənlərin 40-ını tutmaq, ərbəyinini tutmaq daha öncədən də uzun zamandır söz söhbəti var idi və bunun da etiraz olaraq, yəni qəbir üstünə gediblər, orada indi etiraz aksiyalarını, şüarlarını yenidən səsləndiriblər. Nişan verir ki, millət o şokdan çıxıbdır, o qorxudan da yenə də, o qorxu nə qədər o ağır olsa da, onun şokundan atlayıb və etirazlara başlayıbdır. Amma bu eyni zamanda dediyiniz kimi Amerikanın bu manevrəsi, yəni bu anlaşma dedi də ikinci dəfə də oturdular masaya, amma yenə də buradan bir şey əldə etmədiyini ortaya qoyur. Və yenədən də bu baskı mekanizmasını, yəni daha da İranı sıxıntıya soxacaq və eyni halda da hərbi məsələni masanın üstündə daha da net göstərəcək. Yəni İran bilsin ki, biz bu qədər yerini bura gətirmişik, boşu-boşuna buradan nəticə almadan getməyəcəyini də mən fikirəm ki, üst-üstə düşür burada. Yəni illaki etirazlar ilə Amerika bunun üzərində anlaşıbdır. Mən elə düşünmürəm. Çünki etirazlar yapılan anlaşmalarından sonra bu olayları biz rastlaşırıq. Yəni anlaşmalardan nəticə alınmadığı sürəci hər kəs burada danışır. Yəni İran tərəfi danışır. Baxmayaraq ki, İran məsələn İçişlər Bakanlığının danışdığı sözlərdə çox olumludur və elə vəd edir ki, sanki bundan sonra da danışıqlar davam edəcəkdir. Amma biz baxırıq, görürük ki, Amerika tərəfi belə bir razılaşmayı görmür. Eyni halda bu danışıqlar əsnasında da Xameneyinin Amerikaya verdiyi mesajı, gələrsiniz, çox yüksək dərəcədə ərteşiniz vardır, silahlı örgütləriniz vardır,
onların qulağının dibindən biz ilişdiririk dediyində, eyni halda ki anlaşma masaya oturublar Cenevrədə, görürsən ki Xamenei bu yandan da savaş elanını ortaya qoydu. Onun üçün bunların hamısını üst-üstə gətirində, yəni mən elə düşünürəm ki, bu 40 ya ayaqlanmaları yenidən başlanması ilə onun əlaqəsi qədər yəni çox azdır deyə düşünürəm. Hücum ehtimalı necə? Hazırda dediyimiz gibi bu görüşün ardınca həm daha çox İsrail mediası məlumat paylaşır bu arada. Eyni zamanda İsrailə yaxınlığı ilə bilinen Birləşmiş Ştatlar nəşrləri öz mənbələrinə istinadən yazır ki, Trump administrasiyasında artıq hazırlıq var və hətta bu pizza indeksi deyirlər. Yəni bu istiqaməti Pentagonda da bir müddətdir ki bir hərəkətlik var deyilir və paralel olaraq qeyd olunur ki bu iyun ayındakı hücumdan daha fərqli və daha geniş miqyaslı bir hücum gözlənilir. Sizcə yəni İrandakı təfəkkürə daha yaxşı hakimsiz. Bugünkü vəziyyətə baxdıqda və açıqlamalara, həmin əraziyə yerləşdirilən silahlara nəzər yetirdikdə hücum ehtimalı varmı, yoxsa bu əvvəlkilər kimi bir danışıqlı döyüş olacaq? Baxın, mən düşündüyüm qədərilə Amerikanın istəyi tam bunun üzərindədir ki, bu baskı mekanizması ilə İranın masanın başında tutub və istədiklərini İran'a diktə eləməkdir. Yəni bölünə Trump'ın istədiyi budur. Və dəfələrlə də vurğu yapır ki, biz savaş istəmirik, gəlsinlər masa başında və nüvə proqramından vazgeçsinlər, bu proksi güclərini bir kənara buraxsınlar və birbaşa deyək ki, Amerikanla anlaşmaya girsinlər və Amerika da bu ambargoları, təhrimləri aradan qaldırsın. Bu Trump yönətimi, Trump'ın özü və yönetiminin dəfələrlə tikrarən səsləndirdiyi bir sözlərdir. Yəni stratejiyadır. Bunu diqqətə almamız lazım. Amma bunun yanı sırasında da bir dənə İsrail vardı. Bunlara da razı değil. Bakın İsrail daha da farklı bir şey istəyir. Hətta Sipah Pasdaranı aradan qaldırmaq, bu uzun mənzil füzeləri aradan götürmək, İsraili rəsmiyyətə tanımaq və bunlar Cumhuri İslamı qaldıracaq bir nöqtə deyil. İlla və illa bu sonuncu istək, yəni şərt. İsraili rəsmiyyətə tanımaq, Cumhuri İslamın ideolojisini yox saymaq anlamındadır. Onda bunların məşruiyyəti, bunların İslami perspektivi, nə bilim İsrail məhv eləmək sloganlarının hamısının heç olmasına götürür. Mənim düşündüyüm amma İsrailin burada fərqli bir yönü ortaya qoyur. İsrail İranı zəifləmək ya Amerikanın anlaşmağı da o qədər qəbullanmır. Amma yanı sırada bunu da diqqətə almamız lazımdır ki, Yəhudi lobisi ilə Amerikada da birbaşa Trump'ı da bu iqna edir ki, əgərsə, bax Trump net şəkildə bunu deyir, əgərsə İsrail İranın nüvə proqramına, bomba atom bazalarına saldırırsa, Amerika İsraili dəstəkləyəcəkdir. Bu bir nədən bu mesajı verir ki, Amerika da bu saldırı başlamazsa, İlla ki İsrail başlasa da Amerika bunun arxasında da olacaqdır və İsraili dəstəkləyəcəkdir. İndi bu nə qədər geniş olacaq, nə qədər sürəcəkdir, bunun üstündə çox bəhslər gedir. Amerikanın istəyinə baxdığımızda, analizlərinə, o tərəfinə baxdığımızda bunlar eyni Venezuela kimi 3-4 gün içində işi bitirməyə çalışırlar. Aman İsrail ona razı değil. İsrail de birbaşa bu rejimle olmayacak. Bu rejim zayıflasa da yeniden təzədən bu silah məqamına girecek. Yine de bölgeye təhdid yağdıracak. Yine İsrail'i məhv eləməyə çalışacaqdı. Onun için birbaşa indi bu kadar gücü Amerika bura toplayıp da birbaşa bu rejimin sonunu gətirməyə amaç göstərir. Bir tərəfdən İran da cavab verir. Yəni Birləşmiş Ştatlar 3-4 günlük bir əməliyyat planlaşdıra bilər, amma İran cavabımız sərt olacaq deyilir. Hətta regional bir müharibəyə çevrilə bilər, sərhədləri aşacaq deyilir. Baxın, İranın əlində bəzi kartlar var. Bunu diqqətə almamız lazım. İlla işte bu Hormuz boğazı. Yani Hormuz boğazı bəyəkləri sizin xəbərlərdə də mən rastlaşdım ki, bilirsiniz %20 ilə o neftin, nə bilim, bu mazotun oradan gedişatı oradan olur. İran da orada eləyə bilər ən azı qısa bir müddətdə bu ticarətə əngəl soxa, yəni əngəl ola. İndi oraya mayın yapmağına, nə bilim, özləri dedikləri projeləri desək, gəmiləri aparıb orada batırmaq ilə, yolu kəsməklə, nə bilim, sonra başqa proksi gücləri ilə orada müdaxilə etməklə, belə bir işlərlə eləyə bilir, təhdid yağdıra bildi və bölgədə istiqrarsızlığa bəli, İranın əlində bəzi kartlar vardı. Bunları görməzdən gəlməyək. Və hələ böyünəcən də Amerika məncə gözləyibdir, günü-gündən daha da Niru məntəqəyə göndərir, uçaqların göndərir, gəmilərin göndərir. Aslında o təhlükə alanındakı ölkələr, özəlliklə ərəb ölkələri olsun, hətta Türkiyə buna daxil olsun, onları qorumaq, onları savunmağı da bir düşünür.
Mən düşünürəm ki, Amerika indi bu güzləri o qarantını verir ki, İranda bir olay yaşansa, ən azı qonşu ölkələrdəki Amerika ilə işbirliklərdə anlaşmalarlar, onlara ən az zərər yetirsin. Mən düşündüyüm budur ki, indiki durum savaşa çox meyillidir, bəlkə də %90'dan çox meyillidir. Amma bunu son dəqiqədə İran Amerika ilə anlaşacaqmı, bir şeylərə qəbullaşacaqmı, bunu da bir kənara buraxmaq məncə doğru deyil. Bu da ola bilər. Yəni tamam gücü girəcək Trump ta İranı masaya gətirə və istədiklərini əldə edə. Əslində masanın birbaşa gizli qismi də bu danışdığımız şərtlərdən ötəsi də vardı. Yəni pərdənin arxasında əslində neftin satışı, Çinin daha zorlaması, Amerikanı Çinə rəqib kimi hamımız bilirik ki, əsl məqsəd də Çindir. İranın neftin içinə göndərmək yerinə Amerika şirkətlərinə verməsi və bunun fazlasıyla istehsalını Amerika şirkətləri alması və başqa ölkələrə satması da söz məsələsidir. İndi Amerikanın istəkləri istəyəm ki, İsraillə bu qədər fərqlidir, amma bu savaşa gedə biləcək ehtimalını günü-gündən gücləndirir. Çünki İrandakı yönetim illa ki də mən reformçuları demirəm, yəni Pezeşkan və ətrafındakı islah tələb adlandırılır. Amma bunların o radikal qismi ki, Sipahi Pasdaran və Xameneinin beyti, yəni evi kimi adlandırılır. Bunlar indi savaşı bölgəyə yaymaqdan da heç çəkinmirlər və onunla təhdid edirlər. Amma bunu nə qədər gerçəkləşdirəcəklər? Məncə o qədər dedikləri qədər deyil. Yəni bu qədər animation işləyirlər, videolar yayınlar o qədər olmayacağına mən təxmin edirəm. Və ya da bir nöqtədə deyim ki, burada İran bəlkə də bəzi psikolojik olaraq Çin mənim yanımdadır, Rusiya mənim yanımdadır mesajları da Amerikaya verir. Hətta yalandan doğru xəbərlər yayırlar. İranla birgə təlimlər, Rusiya ilə birgə təlimlər də əslində bir növ bu dəstək xarakterli mesaj kimi qəbul olunur. Baxın, bu təlimlər yeni bir təlim deyil ki. Bu təlimlər təqribən 2 həftə bundan qabaq İran elan etdi. Baxın, 2 həftə bundan qabağın təlimləri idi ki, bunu yenə də Amerikanın təhdidi ilə sən gəlib orada boğazda manevra qoysan, hətta İran bir xəritə çizmişdi ki, bu boğazın bu qismində biz manevra qoyacaq və başqa gəmilər bura yaxınlaşmasın dedi. Onun üçün Amerikadan da uyarı gəldi ki, siz burada bu işi görə bilməyəcəksiniz. Biz buna imkan vermərik və gəmilərini də Amerika zaten o bölgəyə də yerləşdiribdir. Şimdi bu təzə bir şey deyil və gördük ki, Çin dalı oturdu. Yəni bir türlü Çin səssiz qaldı. Yalnız və yalnız mən bilirəm ki, bir qısa müddətdir olsa da Rusiya özünü göstərməyə çalışır. Əgər savaş başlasa da mən Rusiyanın bu savaşa dahil olmasını mühtemel yəni görmürəm. Yəni çox uzaq ehtimaldır ki, Rusiya da buna müdaxilə bulunur. Çünki Rusiyanın böyük problemləri var Ukraynada. Onlarla uğraşma ilə Avropa ilə Amerika ilə birbaşa orada da savaşdadır. Bunu qəbul edirik. Məncə başını bu dərdə, bu böyüklükdə dərdə də Rusiya soxmayacaqdır. Yeri gəlmişkən Wall Street jurnalının məlumatına əsasən İran rəhbərliyi danışıqların nəticəsiz qalacağı təqdirdə müharibəyə hazırlaşır. Qeyd olunur ki, Tehran qüvvələri yerləşdirir, qərar qəbul etmə stansiyalarını dağıdır, nüvə obyektlərini gücləndirir və daxili narazılığın yatırılmasına start verir. Bu addımlar liderlərin hazırki hökumətin yaşamasının təhlükədə olduğunun inamını əks etdirir deyə Wall Street jurnalının yaydığı məlumatda vurğulanır. Yəni, bugün hazırda İran ətrafında hücum olacaqmı, İrana hücum ediləcəkmi, necə bir mənzərə yaranacaq, bu istiqamətdə danışırıq. İndi bir də deyirik, Birləşmiş Ştatların şərtləri var, xüsusən də həm nüvə proqramı, balistik raketinə bağlı məsələ və digər tərəfdən iqtisadi istiqamətdə bir anlaşma ola bilər. Xüsusən də iqtisadi istiqamətdə deyək ki, anlaşma oldu, razılığa gəlindi. Bugün İran xalqı bununla barışacaqmı? Əsas məsələ budur ki, bilirsiniz ki, bu olaylar başlamadan öncə ilk İranda ayaqlamalar bahalığa, nə bilim bu yaptırımlara adında Cumhuriyet İslamoğlu yorumlasa da bu bahalığa qarşı, ekonominin sıxışlanmasına qarşı, internetin kəsintisinə, nə bilim bir çox alanlarda bilirsən də İranda böyük sıxıntılar yaşandı. O səbəbdən bir çox şeyləri də bahalatdı İranda, yəni rejim bahalatdı. Çünki başqa yerdən əldə edəcək bir mali mənbələri yox idi. Proksi güclərini birə-bir elə bu mali mənbələrinin olmadığı sürəcdə əldən verdi. Hətta Çinə satan nəftinin bir çoxunu qısıtladı. Türkiyəyə satan qazını elə Amerikanın istəyindən başqa yerlərdən əldə etməyi, hətta Azərbaycandan da etməyi, İrandan bu imkanları əldə etməmək çabasını Türkiyədə də gördük. Yəni ətraf ölkələri də bir türlü İrandan uzaqlaşdı və İran yalnızlaşdı. Və ekonomisi də çöküşə getdi.
Aslında etirazlar bu məsələni bugünkü gündəmə gətiribdir. Amerikanı da bölgəyə gətirən etirazlardır. Amma etirazlar bu məsələ ilə anlaşmanın yatarmı? Məncə yatmaz. Çünki etirazlar elə bir nöqtəyə gəlib ki, artıq rejim məşruiyyətini əldən veribdir. İndi hər kəs, baxın, İranın içində bir fərqli bir atmosfer yaşayır. Gerçəkdən də bəlkə tarixdə bənzəri yoxdur. İran çoxunluq olaraq baxmayaraq ki, rejimdən nə qədər sıxışdırdılar ki, İranı gəl vur deyirlər. İsrail gəl İranı vur, Amerika gəl İranı vur, dağıt deyirlər. Yəni bu insanlar öz yurdunu, öz torpaqlarını, öz ev eşiklərini, öz imkanlarını dağıtmağı belə boyunlarına alıblar. Onda indi bu cür bir atmosferdə, bu cür bir duyğuda ya düşüncədə, psixolojiyada millət bu rejimlə barışarmı? Məncə əsla barışa bilməz. Yəni başqa bir fürsətdə, başqa bir ünvanda, başqa bir olayda millət bu rejimin sonunu gətirməyə illa çaba göstərəcəkdir. Əgər bunu başqa dövlətlər, misalı deyirəm, örneği deyirəm, Bəşar Əsəd kimin olsa, başqaları buna laqeyd qalsa 10 ildə sürə bilər, millətin qanını şüyə də sükə bilər bu rejim. Amma bu rejimin getməsi, bunun yəni qalması imkansızdır. Başqa bir türlüyə geçməsi, bəli, o imkanı vardı. İndi onlar senaryoların üzərində danışıldı ki, bir yumuşaq yönetim olsun, rəhbəri qaldırılsın, vilayəti vəqih yox olsun, Pakistanın ərteş ilə, yəni ordu ilə bir olsun və bu birçok şey, məsələlər dəyişilsin, yəni reformlar geçirilsin. Bəli, bunların üstündə ehtimallar danışır. İranın bölünməsi məsələsi var. İsrail də bunu son zamanda elə, həmən bayaq siz dediyiniz qəzetədə dilə gətirmişsiniz keçən gün ki, İran bölünmə ehtimalı da vardı. Yəni etniklər olaraq da bölünmə ehtimalı vardı. Bu senaryolar nə olacaqdı? Bunları da məncə yaxın gələcəkdə biz onlara şahid olacaq yəni. Təşəkkür edirəm Məsud bəy, minnətdaram. Bizə son məsələlər istiqamətində dəyərləndirmə etdiyiniz üçün yeri gəlmişkən daha çox proqnozları ilə seçilən Polymarket belə bir iddia ilə çıxış edir ki, gözlənilən hücum 15-31 mart aralığına gözlənilir. Vurğuladığımız kimi sözü gedən agentlik daha çox proqnozlar verir və onun proqnozu, Polymarketin proqnozu ondan ibarətdir ki, 15-31 mart arası belə bir hücum reallaşa bilər. Cenevrədə Birləşmiş Ştatlar və İran nümayəndələrinin az əvvəldə qeyd etdiyimiz